Her elin, obanın, her yurdun bir taleyi var. Son iller yurtlarımızın taleyine qara naxışlar yazıldı. Yaşıl ormanları, binəli çadırlı dağları, barlı bağları, aranlı, dağlı yurtları olan ağır ellərimiz, şeytan fitnəsi, qonşu müxənnətliyi ucbatından sapan daşı kimi atıldı. Neçə-neçə yurdların oğul qızları əsrlərlə yaşadıkları torpaqlarından pərən-pərən oldu. Neçə-neçə yurdlar boş beşik kimi yırğalandı acı yerlərin nəfəsində. Yurd adı ilə Bakının Xutur deyilən qəsəbəsinə üst tutdu. Bu yurd o yurda bənzəmir. Yağı ayaqları altında inləyən, doğma elləri üçün darıxan, gecələr yuxularından, gündüzlər xəyallarından, o yerlərin həsrəti ilə göyərib, gecə qondu evlərdə yaşayan ağsaqqalları, dili laylalı, bayatılı, ağ birçəkləri dinlədik. Boşlarına bir bakayım, dağların başı yansın, torpağı başı yansın, beni vətəndən eyleyenin, benim başı yansın. Əzzinəm sənə dağlar, qar yağsın sənə dağlar, tutaydım balalar əlindən, gedeydim sənə dağlar, sənə dağlar. Dağlarda maralı gördüm, geldim, xabar aldım qonşularımdan, hamsının ürəyini yaralı gördüm, yaralı gördüm, vətəni məndən aralı gördüm, aralı gördüm. Əzzinəm gülü yansın, dəsməlinin gülü yansın, mənim elimdən, günümdən eyləyənin, ağzında dili yansın, dili yansın. Başına dönüm ay balam, malımız var idi, koyunumuz var idi, yaylağa çıxırdıq, özümüz üçün məsir qayırırdıq. Hamısı yalan oldu, bala, hamısı yağı gəldi, əlimizdən aldı, talan oldu ay bala. Günümüz belə keçdi bala. Əzzinəm yarar dağlar, dağlar, geyiflin daray dağlar, daray dağlar. İstədim gedəm vətənəm, kəsiflini yaray dağlar, aray dağlar. Bağlardan üzüm qaldı, dərmədim üzüm qaldı. Əllərim qabar oldu balam, yurt yatışdı, acır yanımda gözüm qaldı, vətəndə gözüm qaldı. Oyun koynuma koyun, yağış yağır ye doymur, mən sənlə necə doyum. Qızıl gül gələndədir, dərməmişəm çəməndədir, dünya güzələ dönsə, gənə gözüm səndədir. Hürü nənə, sizə niyə əlvan hürü deyirlər? İp boyuyordum dağlarda, çiçəkdə zaten boyuyordum, onu deyirlər, çiçək səpirsən də onu. Nətər boyurdunuz, hansı çiçəklərlə boyurdunuz onu? Sarı çiçəklə sarı boyuyordum, asırğalı qaynadırdıq, yaşıl boyuyorduk. Çel yığırdık, kırmızı boyuyorduk, onlardan boyuyordum da, battaktan qara boyuyordum. Benim baktağımı hiç kim boyamıyordu. Helaliye düşmüşüm. Yedi de değil. Ben orada bir arvat verdi. Akşam saldım, sabah çıkarttım. 5 kilo kara çini.
Bir batağı verdi uyandı. Bir daha büyük oldu dedi, onu batağı açmış. Pelleriye. Hürriyet oldu dedi, her şeye bir lider o taksın ki hasta, boyu boyasın. Dedi çürütme dedi, çürütme. Kimi çürütme dedi, çürütme dedi. Eşeğe ben giydim gözüne bir rezor saldım gettim. Akşam saldırar sabah çıkarttırar. Meğerim hiç gibi bir şey değil dedi ama. Bak hele boyuyordum ben. Reyhan'da görün o yolda gelin mezer sayıram, o mesele gayrıyram. Reyhan'da bu. Diyelim yurdum nece kırdan iftira öylece dolu. O derede kaldı, buzu derede kaldı. Attı salsam yol olmaz, heresi bir derede kaldı. Dağları gezdim geldim, taşını düzdüm geldim. Dağları bir defa gördüm, elimi üzdüm geldim. Alın bizde kaldı, topuğu bizde kaldı. Tıktım köy yayla, o da bizde kaldı. O da marala kaldı, otu sarala kaldı. 25, 22 değini, yere nehre verdi, 1.15 litre verirdi, 1.10 litre verirdi öyle. 4 pıtıya karıyordum birine, 4 pıtıya. Evimiz var idi, aybalar, günümüz var idi, başımıza dönüm. Her toyun bir edeti var idi, her yerin bir edeti var. Şimdi buraya gelip düşmüşük, yuvar dövülük, biraz qəvlimiz, ürəyimiz yapışmıyor. Toy olardı, bəzənərdi, qız gəlin gedərdi, toylara gəzərdi, oynayardı, gülərdi, şad geri qaydardı. Vay olardı, gedərdi. İndi oldu belə, hansı şəhidlərimiz qırılır, gözəl cavan oğlanlarımız qırılır. Ömrü birine tutmadın, elxına tutmadın. Gərdən sağından girmədi, solundan çıxmadın. Atana bərək Allah'ın almadın ey. Gelinler öldü gittin ey. Maravin ehli cürbüz oylum. Meleşenin ehli dolaşan buz oylu. Hanım gelin ah eyvah ey. Körpələrimiz analarının südündə torpaqlarımızın iyisini duyursa, mələk yuxularında o dağları, yurtları ilahi bir doğmalıqla görürsə, qan yaddaşımız bizi tez geç öz halal torpaqlarımıza, yurtlarımıza qaytaracaq. Bizim qan yaddaşımız torpaq, yurt yaddaşımızdır. O gezdiğimiz dağlar, o yayladığımız yaylalar, ne gece ne gündüz bize rahatlık vermiyor. Odur ki, bu minvalla ben de bir sənətkar kimi götürüp bu derdimi dağlara bir belə söhbət demişəm. Avul şal görün bir Dubey davası şal. Yaz olanda yaylaqlara, mən də ellə köşən dağlar, sərin bulaq, səfalı yer, yurt yerini seçən dağlar. Endəriyə, Yesapaqdan, Kiyələmdən, Quzqulaqdan, qaynar gözdü buz bulaqdan, heyişdikcə içəm dağlar. Akşam üstü xoşdu hərdəm, İlham alan bir kəhərdən, dərələrdən, düzənlərdən, keçəm dağlar, keçəm dağlar. Aşıq simləri təzələ, güc ver şeirə, qəzələ, könül sevən bir gözələ, ürəyimi açan dağlar. Aydın irzah hesabını çək, az yazıbsan indiyədək. Mənzil yaxın, ömür gödək, bir gün mən də heçəm dağlar.
yol təsirətinin arısını mən bu arılardan alıram. Biz nəsillikcə, dədə-babacan hamımız arı saxlamışıq. Arı çox halal bir heyvandır. Eyni zamanda arıçılıq biz yaşadığımız yerlərdə çox arıçılıq yerləri idi. Onlar dağ borçalısı, biz yaşayırdıq dağ borçalısı İlməzli kəndində. İlməzli kəndi dağlar qoyunda yerləşən bir kənd idi. Orada gözəl dərələr, güllü bulaq kimi yerlər, Şivahan düzü adlanan kimi yerlər var idi. Bu yerlərdə hər cür çiçəklər, çəmənliklər var idi ki, buradan adam həzz alırdı. Burada yaxşıdır. Burada da gözəl çiçəklər, ağaçlar, meyvələr vardır. Lakin mən arıları Ermənistandan bura gətirmişəm. Gətirməyimə baxmayaraq burada çox darısqallıqdır. Darısqallığa baxmayaraq mən bu öz məşğuliyyətimi, özümün boş vaxtlarında bu arılarsız yaşamaq imkanım yoxdur. Çünki bu arıların həvəskarıyam. Mən arzu edirəm ki, o gün olsun ki, Qarabağ üzərindəki qara buludlar ləğv olsun. Azərbaycan torpağı tamamilə başdan başa azad olsun. Öz elimiz, öz doğma Qarabağımıza bu arıları da aparaq. Həmin çəmənliklərdə öz arılarımızı saxlaya bilək. Öz yerimizin, yurdumuzun havasını həmin yerlərdən ala bilək. Ey havala, ölümdən qorxmuram. Öz torpağımızda qərib kimi ölməyimdən qorxuram. Kökümüz dərinlikdəykən, öz gövdəmiz üstündə budaqlarımız doğrandı. Baba, mən də qəribəm öz torpağımızda. Çünki yurdumun toyunu toy, vayını vay kimi görənmədim öz elimizdə. Bir ocaq başındaykən bacı qardaşdan, ata oğuldan ayrı düşdü. Ölənlərimiz orada öz torpaqlarımızda qərib kimi yatır. Dirilərimiz burada öz torpaqlarımızda qərib kimi gəzir. Bu dünyanın özü qərib oldu mənə. Babalarımın qəbirləri üstündə Allah kəlamı oxutduranmıram. Özümüz də dirikən ruhlarımız o torpaqlarda gəzir. Bizim vətənlərimiz o qədər şən, abad vilayət idi. Toyumuz şöylətdiydi, gəlin gətirirdik, qız göçürürdük, bəy sarlandırırdıq. Maşınlar bəzəyirdik, qatarlaşdırırdıq. Allah-Allahla göz aydınlığına gəlirdik. Bayramımız var idi, qurbanımız var idi, orucumuz var idi, mollamız, axundumuz var idi. Abad olsun bu ellər, bu ellərdə də var, bu ellərdə də görür. Ancaq bizim vətənin ləzzəti yoxdur burada. Bizim vətən ayrı vətən idi. Bizim vətən çox məhəbbətli, safalı, seyrəngahlı, şöhrətli vətən idi. Mən inəyimin altına gedəndə deyirdim, ceyran inəyim sağ olsun, örüşü yaylaq olsun, dolu vedirə süd versin, çox payı qaymaq olsun. Ceyran inəyim quyruğumu dolama, üst başımı bulama, qoy südümü sağım, pişirim ağ bulama. Qoyunub gələndə deyirdim, mənim ağbaş qoyunum, qarlı dağları aş qoyunum, ətindən pişirim bozbaş, südünlə süddaş qoyunum. O yurtların yadınızda qalanı nədir, ay nənə? O yurtların yadımda hər bir hədiyyəsi var olub. O yurtlarımızda göybənövşələrim, tərbənövşələrimiz var idi, axşam nərgizlərimiz var idi, lala güllərimiz var idi, sürümüz var idi, naxırımız var idi, cığ məccərlərimiz var idi. Təzə əkirdik, təzə yeyirdik, hər bir şeyimiz var idi, toyumuz var idi, şanımız var idi, məclisimiz var idi, gözəl çalanlarımız var idi. Hamısı əlimizin altında, gözümüzün qabağında. Allah hamısını korusun bu bədi nəzərdən, qara buludu Allah üstümüzdən qaldırmalar.
Sinem dəftərdir, abala, dilimdə qələm. Sınıfdır, əlim yaza bilmirəm. Bu qürbətliyə heç də dözə bilmirəm. Sonra özümə deyirəm, özüm neyliyim, sağ olsun oğlum, qızım neyliyim. Bağırma daşlar bağlayım, bu didərginliyə də dözümlüyüm. Sonra deyirəm, əzizim, elə yeri, elə sallan, elə yeri. Bizsiz nə çayların daşsın, nə çiçəklərin açsın, nə kəhliklərin səksin, nə tarlana sürü yayılsın, nə oylana quzu yayılsın. İndi verən qalsın elə yeri. Deyirəm, ellər köçdü, binəsi qaldı, bülbüllər uçdu, yuvası qaldı. Zalım əlindən elə naçara qaçdıq, ürəyimizin havası da vətəndə qaldı. Fələk bizi necə gözdən saldı, sürgün eylədi, daşdan daşa çaldı. Vətənimizə saldı talan ayrılıq, axır günü qiyamata qalan ayrılıq. Ay qoşa dağlar, nə durubsan baş-başa dağlar, bircə dəfə yol ver sana dolanım, verməsən səni dön daşa dağlar. Dağlara çən düşəndə, sümbüllərə dən düşəndə, urfun bədənimdən çıxır, vətən yadıma sən düşəndə. Ağ bələkli körpələrimizin qan yaddaşında sazımızın, zurnamızın nəfəsi varsa, ağ yuxularında bu səsi eşidib oynayır, üzlərində ilahi bir təbəssüm parlayırsa, öz körpə qığıltısı ilə zümzümə edirsə, bugün düşmənin işğal etdiyi torpaqlarımıza qayıtmalıyıq. Orada hələ çox çalınmamış havalarımız, toylarımız, gəlin ayaqları altında kəsiləsi qurbanlarımız var. Doğulduğumuz torpaqlar bizim üçün daha varlıdır. Oranın ədəti, ənənəsi başqa cür idi, buranın ənənəsi başqa cürdür. Günlərimiz elə keçirirdi, biz orada tamamilə başqa cür. Sərin bulaqların başında, yüksək dağlarda toylarımız keçirirdi, eğlence toylar keçirirdik 3-4 günlərlə. Hansı ki, kəndlər bizə bir-birinə yaxın olur, qonşu kəndlərimiz, Azərbaycan kəndlərimiz. Dəvə bəzəməyimiz var idi, bizim şax gətirməyimiz var idi, bizim gəlin gətirməyimiz çox təntənəli işlər keçirdi. Dəsi burada da toy keçir, oran yerini vermir. Orada tamamilə başqa cür toylar keçirdi, burada başqa cür. Onu demək istəyirəm ki, oranın havalar da bu tərəfin havalarına uyğar deyil. Orada bizim öz kəynə axsaqqalarımız vardı, el havalar oynayardı ki, Öylənçə havalar burada bizə çalınmıyor. Bura donluydu, ağır havalarıydı. Çox sevdikləri el havaları idi. Cavanlarımız da onun kimi bizim qonşu kəndimiz var, Cücə kəndi adlı kəndimiz var idi. Kənddə bizim axsaqqallarımız var idi. Reis kişi. Yallı oynadırdı. Heyran qalırdı gələn baxan. Nəvi var idi.
cavan oğlan idi. O çıxanda, yağlı oynadanda toydan cəmaat dağılmaq istəməyir getmək yerə. Çox təntənəli toy keçirir. Şax gətirməmiz var idi. Şaxa gəlin gətirməyə gedəndə qavağı kəsirdilər. Cavan bəylərini qavağı kəsirdilər. Nəmər alırlar. O da təntəli belə güləşməklə. Belə bir maraqlı toylar keçirirdi. Daha demək söhbətim yoxdur. Burada nəsə birinci toylar görmürük. Burada 2 saatlıq toylar keçiririk. Bilmək olmur, əskər yola salmaq kimi 3 saatlıq vaxt keçirir. Amma orada bizim 4 gün, 5 günlərlə toylar çalardı. Səhər saat çalmamız var idi. Bizim səhər saat çalanda səhər tezdən, yəni nə deməkdir o? Xoşbəxtlik ailədə gəlin gəlməyinə görə səhər tezdən səhər saat çalardı. Kənd bilərdi ki, bu ocaqda, yəni toy tədarükü başa vurulubdur, şadlıqla, xoşbəxtliklə. Nə deyim, belə bizim toylar, oran toyların ədəti başqa cür. Bizim burada düzdür, vətən də bizim buradır, torpağımız bizim buradır. Amma doğulmuşduq, o torpaqda, o torpaq geç-tez gene bizim olacaqdır. Bizim də olmasa oğul uşaqlar, nəvə nəticələrimiz o torpağa sahib olacaqlar. Belə onu demək istəyirəm ki, bizim orada nənə babalarımız, ölülərimiz orada qalıbdır. Düzdür, burada yaşayırıq, burada öz vətənimizə gəlmişik. Daha sonra ürəyimiz gəm oraya inandı. Nənəmiz, babamız, ata, bacı qardaşlarımız qaldı orada. Oranın yerini çox çəkirdik. Gün o gün olsun ki, o torpaqlar gene bizim Azərbaycan xalqımız, yaşadığı kəndlər özlərinə qismət olsun. Rəşid, siz hansı qədim havaları çalardınız orada? Qədim havaları çalırdıq. Ən birinci başlayırdı, qara donun ağrısı idi. Qara donun ağrını bizdən ən qocaları çox sevdiği bir hava idi onlar üçün. Hansı yağlılar çalardınız? Yağlı bizim orada üstürüydü. Birinci köçəri idi, sonra berberi idi, sonra bir dizdən qırma idi, beldən qırma idi. Beləncə havalar var idi. Sonra çalar bizim çox severlər qara zurnada el havalarını çaldırmağa. Yəni ki, indi Yanıq Kərəmidir, misal üçün qəhrəmanıdır, cəngidir. Bir havalar deyərlər ki, qara zurna çaldırma. O başqa rayonlardan, Gürcistan bizim torpağına gələn Azərbaycanlılar heyran qalırdı bizim toylara. Kaç o el havalardan birini çalasınız? Mənim başım üstə. Qarlı dağlarımıza qatı duman çökür. Belə duman görməmişdi bizim dağlar. Yox, yox, bu duman deyil, iblis nəfəsi, şeytan əməlidir. Ellərimizdən surna səsi, toy şənliyi niyə gəlmir, a dağlar? Sinəsi binəli çadırlı, ağ sürülü, alan axırlı dağlar indi niyə kimsəsizləşir, yetim qalır? Sizin axınız yerdə qalmaz a dağlar. Canımda bir udumluq nəfəsim varsa, o da sizinkidir a dağlar. Yemliyiniz yeyilməmiş, otunuz biçilməmiş qalır. Siz buna necə dözürsünüz a dağlar? Burada üzümü sizə tutub, kövrək-kövrək oxumaq istəyirəm.
duman, gel get bu dağlardan, dağlar təzə bar eyləsin. Sibda rayonu Saral kəndindənəm. Daimi oralar bizim qəlbimizdə döyünür. O yerlərin hamısı Azərbaycanın olur. Azərbaycanlı yaşayır. Belə ki, Kirovaqan, qabaqki adı olub Qarakilsə. Sonra Şahalın adı olur. Şahalın adını dəyişdirər oldu Andaramut dəyişdirər. O yerlərin hamısı Azərbaycanlılar yaşayır. Belə ki, Sibdaqın var idi 24 kəndi. Onun 3 kəndini götürdülər, Araqas rayonuna verdilər. Qaldı 21 kənd. 21 kənd Sibdaqa daxil idi. Belə ki, Sibdaqın adı 1939-cu ildə dəyişdirər. Hamamlı idi, qoydular Sibdaq, Ağ şəhər. Sonra Hamamlıda Yerevanın mənimlə baravar bir müəllim belə izah elədi ki, müşavirədə o Hamamlının şəkər zavodunun yerində Səttar xanın hərbi lageri olub, Yerevanın xanlığının. Orada erməni olmuyor, Azərbaycanlı olur. Sonra Sibdaqın kəndlərinin adını birər-birər dəyişməyə başladılar. Çiydəməl, qabaqki adı Çiydəməl idi. Qoydular adını Arevaşoq, günə qarşı. Nəlvən adını dəyişdilər, qoydu Şiraqamut. Tapanlı adını dəyişdilər ki, Saragüq. Sonra Avdıbəy adını qoydular Zaqqabir. Şəhli kənd. Sonra Qaltaqçı adını dəyişdi, qoydu Hartagüq, Dəyirmi kənd. Lusaqbur, Ağbulaq adını qoydu Lusaqbur, Qatnacür, Süddü Bulaq. Sonra Küllücə adını qoydu Sarhat. Bir sözlə bütün Sibdaqın kəndlərində Azərbaycan kəndləri olub vaxtı ilə. Ancaq 1939-cu ildən başlamış, tabi son devirlərə qədərə bütün kəndlərin adını dəyişdilər. Hacqara qonşu kəndi idi, adını qoydular Lernabad. Əfəndi adını qoydular Karadzor. Bir sözlə hamısını dəyişməyə başladılar. Beləliklə biz də görməsək bizim uşaqlarımız orayı görəcək. Biz həmişə qəlbimizdə yaşadığımız kənd, yaşadığımız dağlar yadımızda düşür. Daimi oranın urfunda yaşayırıq. Aran dağ yollarımızdaki tərəkəmə köçlərimizin parmaqla sayılmayan 100.000 illərlə tarixi, gözlə görünməyən sərhəd sınırları oldu. Köç yolu, yurt saldığımız ellərdən, ocaq yerindəki daşlardan başlayıb, hər birimizin içimizdən keçib. Bu, yaddaşımızın yoludur. Hər birimizin içimizdən keçən yoldur. Tanrının bizə verdiyi bərəkət yoludur. Karvan-karvan dəvələrin, sürü-sürü qoyun quzunun, naxır-naxır malqaranın, ilxi-ilxi atların ruzu yoludur. Türkün bu köç yolu gen ikən daraldı. Köçkünlük, didərginlik yolu oldu. Biz o yollara, Aran dağ ellərinə nə vaxt qaydacağıq, ulu Tanrı? O bizim inam, ümid, tale yolumuzdur. Hər açılan sabahda o ümidi görürük biz. Sultan Süleyman vəzirə deyib ki, mən 40 günlük yola edirəm. Mən gəlləsən qoşaları təmizlə. Bu çoxadır, oğlu. Aparıb bunu, atasını bir çöldə
Zimranka gayrı orada saklıyız. Gelip görüp gün padişahın etsiz taşının üstüne seni kim oğlan oturur. Neçizsen ne istersen padişahdan diğer kumdan kendir gayrı. Padişah belli olur diyor, bunu tap der sabah dava ister bu bizden değil. Benim ihtiyatım yoktu. Piyende gede sür tüfrüze, gede sür karsa, gede sür ravana tapan yoktu. Atasına töre yaparız. Atası değil hemeşe öyle yakşı gelirdin, indi niye böyle pertsen? Bir ayakta değil, hiç söyleme, 3 aylık bir ömrüm var. Niye? Padişahın elçi taşının üstünde biri oturur diye kumdan kendir gayet tapabilmeyiz. Onu diyor ben taparım bala. Nerede ayakta sana kurban olun. Diyeyle gedi iğnesini tapmana etir. Bundan tapar, gedir. O padişah gene bunu alır. Diyor olma kursa saklayıpsan. Diyor vallahi Allah'tan dağmadığım senden ne dağım, atamı saklamışsam. Beni kör olamaktan haliyet, atana mükafat vereceğim. Hemen o mükafat bizi alırıq, bak. Siz o müharibəni də görürsünüz, 41-45-də görürsünüz və indiki bu müharibə dövründə yaşayırsınız. Bunlar hansı ağırdır, hansı çətindir? Müharibənin hamısı pistonsuzdur. Bunun müharibənin heç biri yaxşıdır. Ancaq 41-in davası buna görəndə toy bayramıdır. Nəyə görə? Ona görə ki, geri yanında ilan dururdu. Ot mu otladı, torpaq mı yedi, çörək mi yedi, ağa kim yasadı, o yasadı. Mən özüm geçmişdim, bir canımıdır. Güllə dəyərdi, dəyməzdi də dəyməzdi. Bir qardaşım da qalıbdı, bir qardaşım da budur. Onda bir adam özümüzdən qorxurduq. İndi qardaş, bu hamısından zulüm oldu. O bundan 1000 dəfə yaxşıydı. Bu 88-in davası zulüm oldu. Heç tarixdə belə dava olmuyor ki, bunu kimi millətə zulüm olur. O halda da Azərbaycan xalqına, harda olub Azərbaycan xalqına oldu. O köç vaxtında sizdə də ölüm itki oldu mu, ay söyləmi? Bu indiki köçdə mi? Bəli. Mənim bir qızımı, bir də bir yeznəmi Hamza Çimən dağımızda avtobusun içində öldürdülər. Meydini də vermədilər. Meydini sada götürək, basıraq. Sanılı qız da ölür, sanılı oğlan da ölür, soy üstündə də ölür. Bunun hamısını görmüşəm. Ancaq bu bizə çox dərd oldu. Meydini də vermədilər. Otladılar mı, yandırdılar mı, bilmirəm nə oldu. O bizdən oldu, qaldı Vartana kəndində. Vartana kəndində 22 nəfəri qırıb hamısını damışdılar. Ağaca sarıb diri-diri soymuşdular. Vartana da bizdən bir 15 kilometri bəridir. Bu zulüm heç olmamış. Söyləyəm, siz o yerlərdən ötürü daxmırsınız ki, sizin o dağlar, dərələr, o kətlərdən, obalardan, illərdən ötürü. Dağlarla bağlamır, nə var ki? Əlimizə keçir, nə eləyə bilərim? Canım dağlar, sağ soluna millət köçdü, quru yollara düşdü, vatanından qürbətliyə düşdü, qürbətlikdə günü ahızarla keçdi. Dağlar ay dağlar, dağlar ay dağlar. Bugünkü göz yaşlarımız kədər və acizlikdən deyil, neçə illər içimizdə quruyanları göyərtmək üçündür. Ağbələkli, mələk yuxulu körpələrimizin səsi dədə-baba yurtlarımızdan gəlməyincə nə onların, nə də bizim rahatlığımız olacaq. Yırğalanan yurt beşikləri, toy şənliklərindəki zurna, saz səsi, beşik başında ana nənələrimizin laylalarının səsi, nəfəsi isidəcək bizsiz darıxan yurtlarımızı.